Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika Fənn Olimpiadasının final mərhələsi keçirilib. 2 gün davam edən olimpiadada iştirakçılar 5 fənn üzrə biliklərini sınayıblar. Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında fənlər üzrə yalnız nəzəri deyil, eyni zamanda praktiki turlar da təşkil olunub. Bu mərhələlərdə şagirdlərin bilikləri ilə yanaşı praktiki bacarıqları və analitik düşünmə qabiliyyətləri də qiymətləndirilib. Respublika Fənn Olimpiadası çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində valideynlər üçün açıq qapı günü də keçirilib. Tədbirin əsas məqsədi valideynləri universitetin təhsil imkanları ilə yaxından tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və gələcək təhsil seçimləri ilə bağlı məlumatlandırmaq olub. Açıq qapı günü çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmailov, həmçinin sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova çıxış edərək universitetin təhsil imkanları, inkişaf istiqamətləri və tələbələr üçün yaradılan şərait barədə məlumat veriblər. Eyni zamanda iştirakçıların sualları universitet nümayəndələri tərəfindən cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi uğurla başa çatıb. Final turu 6 fənn üzrə keçirilib. Olimpiadada yuxarı yaş qrupu üzrə 672, aşağı yaş qrupu üzrə isə 901 şagird iştirak edib. Beləliklə, 6 fənn üzrə ümumilikdə 1573 nəfər şagird final mərhələsində biliklərini sınayıb. 2 gün davam edən final mərhələsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində uğurla yekunlaşıb. Qeyd edək ki, Respublika Fənn Olimpiadasının belə geniş miqyasda və çoxsaylı iştirakçı ilə final mərhələsi ölkədə ilk dəfə məhz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri növbəti mühüm beynəlxalq elmi uğura imza atıblar. Belə ki, universitetin 16 tələbəsinin və Sabah mərkəzinin rəhbəri Arzu İbrahimovanın müəllifi olduğu elmi məqalələr Scopus bazasında indekslənən Q4 kateqoriyalı Beynəlxalq Astronavtika Konqresi konferans materialları toplusunda çap olunub. Qeyd edək ki, bu elmi işlərin əsası ötən il Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində qoyulub. Həmin konqres çərçivəsində universitetimizin tələbələri öz tədqiqatlarını beynəlxalq auditoriyaya təqdim edərək mühüm elmi platformada uğurla çıxış ediblər. Sonraki mərhələdə bu tədqiqatların bir hissəsi beynəlxalq elmi nəşrlərdə dərc olunaraq Scopus bazasında indekslənib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə öz fəaliyyət kollektivlərinin baxış konserti təşkil olunub. Konsert ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən Bədii Yaradıcılıq Müsabiqə Festivalına hazırlıq məqsədi ilə keçirilib. Tədbirdə müxtəlif fakültələri təmsil edən tələbələr rəqs, vokal və instrumental ifalarla yanaşı bədii qiraəti nümunələri ilə də çıxış ediblər. Səhnədə təqdim olunan nömrələr milli mənəvi dəyərlərin təbliği ilə yanaşı müasir incəsənət elementlərini də əks etdirib. Qeyd edək ki, müsabiqə festivalın yekun mərhələsi və qaliblərin mükafatlandırılması məqsədi ilə təşkil olunacaq yekun konsert mayın 8-də keçiriləcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr üçün təşkil olunan maliyyə texnologiyaları və rəqəmsal transformasiya mövzusunda ödənişsiz təlim proqramı uğurla başa çatıb. Təlim Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və universitetimizin məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. 2 gün davam edən və 6 sessiyadan ibarət proqramın yekun mərhələsi aprelin 20-sində baş tutub. Təlimlər Mərkəzi Bankın müvafiq struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Proqram müddətində iştirakçılara açıq bankçılıq və açıq maliyyə, xüsusi tənzimləmə rejimləri, virtual aktivlər, data əsaslı iqtisadiyyat, ödəniş sistemlərində
innovasiyalar, həmçinin rəqəmsal maliyyə xidmətlərində fırıldaqçılıq kimi aktual mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər təqdim olunub. Sonda təlimi uğurla başa vuran iştirakçılara Mərkəzi Bank tərəfindən rəsmi sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirilən Idealize 2 inkubasiya proqramı çərçivəsində marketinq və bazara çıxış strategiyası mövzusunda təlim keçirilib. Sessiya zamanı iştirakçılara bazara çıxış strategiyasının qurulması, hədəf auditoriyanın düzgün müəyyən edilməsi, məhsulun bazarda effektiv mövqeləndirilməsi və müasir marketinq yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda real nümunələr əsasında praktiki tövsiyələr təqdim olunub və iştirakçıların sualları cavablandırılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Future Fem 2 qadınların sahibkarlıq və innovasiya potensialının artırılması layihəsi çərçivəsində keçirilən növbəti təlim, ictimai çıxış və təqdimat bacarıqları mövzusuna həsr olunub. Sessiya zamanı təqdimat çıxışlarına hazırlıq mərhələləri, effektiv təqdimat strukturunun qurulması, auditoriya ilə əlaqənin yaradılması, bədən dili, nitq tempi və mesajın aydın çatdırılması kimi mühüm məqamlara toxunulub. Praktiki məşğələlər vasitəsilə iştirakçılar öz təqdimat bacarıqlarını sınaqdan keçirərək fərdi geri bildirimlər əldə ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Açıq Qapı Günü çərçivəsində universitetin rektoru Dosent Rüfət Əzizov tələbələrlə geniş görüş keçirib. Görüş zamanı tələbələri maraqlandıran müxtəlif məsələlər ətrafında açıq müzakirələr aparılıb. Çoxsaylı suallar cavablandırılıb. Müzakirələr zamanı tələbələr əsasən LMS sistemi, imtahan qaydaları, internet infrastrukturu, mübadilə proqramları, istehsalat təcrübəsi, apellyasiya prosesi, laboratoriya imkanları, eləcə də universitetdə təhlükəsiz və sağlam mühitin təmin olunması ilə bağlı məsələlər barədə suallar veriblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət Helios Site komandası Qazaxıstanın Yesenyov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti tərəfindən təşkil olunan Dayanıqlı Gələcək üçün İnnovasiyalar adlı beynəlxalq hakatonda birinci yeri qazanıb. Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə universitetimizin tələbələrindən ibarət komanda dayanıqlı enerji sahəsində innovativ yanaşması ilə seçilərək münsiflər heyətinin ən yüksək qiymətini alıb. Layihə çərçivəsində komanda bərpa olunan enerji və süni intellekt texnologiyalarının birgə tətbiqi ilə enerji səmərəliliyinin artırılmasına yönəlmiş həll təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və Tətbiqi Riyaziyyat Kafedrasının müdiri Professor Araz Əliyev və kafedranın doktorantı Rüstəm Eyniyev Cənubi Qazaxıstanın Tədqiqat Universitetində keçirilən Qazaxıstan riyaziyyatçılarının birinci konqresində iştirak ediblər. Universitetimizin professoru Qazaxıstanda keçirilən riyaziyyatçıların birinci konqresində məruzə ilə çıxış edib. Konqres çərçivəsində keçirilən CITEC 2026 beynəlxalq konfransında isə doktorant Rüstəm Eyniyev məruzə ilə çıxış edib. Azərbaycanlı tədqiqatçıların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində Qazaxıstanın tanınmış alimləri ilə də görüşlər keçirilib. Görüşlər zamanı elmi əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə tədqiqatların aparılması istiqamətləri müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IT və İdarəetmə, Qaz Neft Mədən fakültələrinin, həmçinin sabah qruplarının bir qrup magistr tələbəsi 2025-2026-cı tədris ilinin yaz semestrində Qazaxıstan Respublikasının Şahmərdan Yesenyov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində mübadilə proqramı çərçivəsində qısa müddətli təcrübə keçmə imkanı qazanıb. Qeyd edək ki, bu kimi proqramlar tələbələrin akademik və peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetlərarası əməkdaşlığın genişlənməsinə, beynəlxalq təcrübə mübadiləsinin güclənməsinə və tələbələrin fərqli təhsil mühitləri ilə yaxından tanış olmasına şərait yaradır. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.